Bildiyiniz kimi son illər Azərbaycan və Özbəkistan arasında sosial-iqtisadi, ictimai həyatın bütün sahələrində çox uğurla yaxınlaşma gedir. Ölkə prezidentlərinin cənab İlham Əliyevin və cənab Şövkət Mirzəyevin timsalında biz bu dinamikanı hər gün hiss edirik və bu fonda qeyri-hökumət təşkilatlarının da bir-biri ilə əlaqələrinin genişlənməsi çox önəmlidir. Artıq ötən ildən başlayaraq bildiyiniz kimi Azərbaycan tərəfi ilk dəfə Özbəkistan-Azərbaycan qeyri-hökumət təşkilatlarının birinci forumunu həyata keçirdi və bu forum Füzulidə Özbəkistanın Azərbaycana hədiyyə etdiyi məktəbdə simvolik olaraq keçirildi. Daha sonra isə bunun davamı olaraq Özbəkistan-Azərbaycan qeyri-hökumət təşkilatlarının ikinci forumu da Özbəkistan tərəfindən həyata keçirildi. Bundan başqa bir neçə artıq Özbəkistan-Azərbaycan qeyri-hökumət təşkilatları arasında qarşılıqlı anlaşma memorandumları var. Onlar da bu sahədə fəaliyyət göstərirlər. Bugün isə biz bu yaxınlaşmanın növbəti addımını atdıq. Belə ki, artıq hər iki ölkənin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsinin keçirilməsi ilə bağlı müqaviləyə əlavə razılaşma əldə olundu və bu razılaşmaya görə həm Özbəkistan tərəfdən, həm də Azərbaycan tərəfdən qeyri-hökumət təşkilatlarının ekologiya, sağlamlıq mövzusunda qrant müsabiqəsi üçün müraciətləri bu ildən başlayaraq qəbul olunacaq. Əlavə reqlamentlə biz şərtləri müəyyənləşdirəcəyik qısa zamanda və ictimaiyyətə açıqlayacağıq. Mən əminəm ki, hər iki ölkənin qeyri-hökumət təşkilatları bu qrant müsabiqəsində aktiv iştirak edəcəklər.